İşe gedəndə bir dəfə qabağıma adam çıxdı. Minib bu qədər çıxanıb, qucaqlayıram. Ondan sonra da qucaqlayıb bıraxıram. Onlar da 20 nəfər gələndə təbii özündən asılı oldu. Etmirlər. Çünki bu cür məxluqlar 10 il, 15 il yatacaqlar və sonra çıxıb və yenə də öz çirkin əməllərini edəcəklər. Yəni mən sadəcə olaraq başa düşmürəm. Niyə? Nəyə görə bu cür insanlar Azərbaycanda rahat yaşayırlar? Bu cür məxluqlar Azərbaycanda əlləri açıq şəkildə yaşamağa davam edirlər. Onları tutmaq lazım deyil, onlara işgəncə vermək lazımdır, onlara zülm vermək lazımdır, onları incitmək lazımdır, onları necə istədiyim, itin balası kimi dövmək lazımdır ki, bunlar ağıllara gəlsin başına. Bunlar belə düzələn deyirlər. Bu girəcək, təzə opsi çıxacaq, yenə hərəkət edəcək. Bir qanun, bir cəza olmalıdır bunlara aid.